Salamlar Aygün xanım. YouTube'da sizi xoş gördük. Yaxşı ki burada olmaq qərarına gəldiniz. Teşekkür ederim. Ben de salamlayıram sizi ve ben de çok sevinirəm ki, yaxşı ki beraber bir şekilde böyle bir proyekti ortaya çıkartmaq qərarına gəldik. Eynən, yeni tanış olanlar üçün deyim ki, siz artıq 1 ilə yaxındır ki, aktiv şəkildə Telegramda və Instagramda motivasiya, fərqindəlik, numerologiya ilə bağlı çoxlu postlar paylaşırsınız və mən də sizi demək olar ki, ilk gündən bəri izləyirəm. Və çox sevinirəm ki, indi artıq YouTube'da da insanların həyatlarına toxuna biləcəyi bir yerdəm. Qısaca istəyərdim ki, bu fərqində söhbətlər nədir? Bizi nələr gözləyir? İzləyicilər necə aydınlanmalar yaşayacaq bu mövzularda? Qısaca bizə məlumat verəsiz? Hı. Əlbəttə, fərqində söhbətlərdə elə adımlarla məlum olduğu kimi, birlikdə bərabər bir çox mövzularda fərqindəlik qazanacağıq. Çünki mən öz səhifəmi açdığım ilk gündən etibarən Telegram kanalında da həmişə istənilən mövzu haqqında danışanda, həmişə mövzunun sonunda həmişə fərqində yaşayaq, fərqində yanaşaq bu mövzuya ki, çünki bütün məsələlərin əslində kilidi budur deyirəm və biz burada spirituallıqdan tutmuş ruhsallığa, enerjisel mövzulara, yeri gələndə numerologiyaya, yeri gələndə şuur altına, psixologiya, hər şeydən bacardığımız qədər danışacağıq. Yəni həyatın içindən olan bir çox mövzunu ələ alıb, həmin o mövzulara da fərqli istiqamətlərdən baxacağıq. Çünki adətən mənim belə deyim tərsim artıq bu formadadır ki, eyni mövzunu fərqli istiqamətlərdən izah etməyi sevirəm ki, hər formada otursun zehnimizə. Və biz də təbii ki, YouTube vasitəsilə Telegramda onsuz da podkastlar çoxlu var və davam da edəcək təbii ki, amma YouTube da bizə imkan yaradacaq ki, mövzuları biraz daha dərin bir formada analiz edək bərabər təbii ki. Əla. Bəs ilk dərindən analiz eləyəcəyimiz mövzu nədir? Bunu necə seçmisiniz? Biraz ondan da danışaq istəsəz mövzu haqqında. Evet, danışım sizə. Deməli, mən adətən Instagram kanalımda tez-tez sual açıram ki, insanlar məndən əgər bir sualları varsa onları verə bilərlər hekayə bölümündə. Və fikir verirəm ki, hekayə bölümündə gələn suallar içərisində bir 15-20 sual gəlirsə və seçirəm suallardan və baxıram ki, adətən hər dəfə bu mövzu ilə bağlı sual gəlir ki, niyə ancaq negativ düşünürəm? Bütün günü beynimdə, zehnimdə negativ senarilər qururam. İstəyirəm ki, yaxşı düşünüm, amma heç cürə alınmır. Gecələr yata bilmirəm, ancaq negativ şeylər düşünürəm. Bütün günü senarilər qururam. Bundan necə qurtula bilərəm? Mənə bu sual çox gəlir. Mən də düşündüm ki, əgər madəm ki, bu sual çox gəlir, biz də bu sualı fərqli istiqamətlərdən bərabər bir şəkildə izah edək, aydınlaşdıraq və təbii ki, sonrasında da həll yolları təqdim edək. Əla. Ümumiyyətlə insan bunu fərq eləyirsə ki, bu neqativ düşüncələrin içindəyəm, bu yəqin ki, artıq birinci addımdır da. Yəni o artıq bunu fərq eləyir. Çünki bəzən olur ki, insan sanki normal buymuş kimi qəbul eləyir. Onda o yəqin ki, artıq sıfır nöqtəsidir. İndi bunu fərq eləyənlər artıq bir nöqtəsindədirlər və siz bizə yəqin artıq yavaş-yavaş o addımları atmağı öyrədəcəksiniz ki, necə bu fikirlərdən yavaş-yavaş azad ola bilərik. Əlbəttə, yəni birinci növbədə hər zaman ilk addım odur ki, fərqinə varıram ki, mən nəyin içindəyəm, nə yaşayıram və ondan sonra oradan çıxmağa çalışıram. Təbii ki, ilk addım hər zaman fərqinə varmaqdır ki, mən hansı, nəyin içindən keçirəm bir növ belə deyək. Gəlin baxaq, başlayaq. Mənim burada bəzi qeydlərim də var. İstəyirəm ki, mövzuya belə deyim, sadiq qalım, mövzudan kənara çıxmayım. Biz danışırıq nədən? Biz danışırıq ondan ki, niyə biz bütün günü negativ düşünürük, hətta bəzən yata bilmirik, gecələr beynimizdə, zehnimizdə çoxlu senarilər canlanır. Sabah imtahanım var, baxmayaraq ki, hazırlaşmışam, amma heç cürə özümü saxlaya bilmirəm ki, sabah birdən kəsilərəm, birdən filan sual düşməz. Mənə belə suallar da çox gəlir. Və yaxud da ki, bir bəylə münasibətə girirəm, amma düşünürəm ki, birdən mənə xəyanət edər, birdən anası məni bəyənməz, birdən bacısı mənə filan cürə davranar. Yəni bunlar hamısı real nümunələrdir bu arada. Mənim konsultasiyalarda, seanslarda xanımlardan dinlədiyim nümunələr və bugün bunların üstündən də gedəcəyik ki, bu məsələnin hansı səbəbləri ola bilər təbii ki. Mən birinci növbədə istəyirəm ki, enerjisel səbəblərdən bir balaca danışaq. Bir balaca enerjisel səbəblərdən danışaq, daha sonra da şuuraltı hissəsinə keçərik ki, hər tərəfli formada izah olsun. Gəlin birinci baxaq, enerjisel olaraq biz nəyə görə, belə deyək, negativ düşünməyə çox meyilliyik, nəyə görə zehnimiz daima bu pozitiv düşünməyə çalışıram, amma daima bir növ negativə yönləndirir məni.
Baxın, birinci enerjisel olaraq mən bunu belə açıqlayardım ki, ümumiyyətlə bu bir vibrasiya məsələsidir. Yəni bir belə deyək, frequency deyirlər ingilis dilində, vibrasiya və yaxud da ki, bizim zehnimizin əslində sahib olduğu vibrasiya, hansı ki, spirituallıqda da hətta bunu belə deyirlər ki, zehin və ego bunlar ikisi aşağı vibrasiyada yaşayırlar. Çünki zehin və ego hər ikisi qorxu, idarə etmə, belə deyək, bir şeyləri daima nəzarətdə saxlama istəyi ilə sistem bu şəkildə qurulub. Həm zehində, həm də egoda. Çünki fikir verin, zehnimizin əslində ən böyük məqsədi və ən böyük, belə deyək, vəzifəsi bu bədəni, yəni bizim bədənimizi qorumaqdır sadəcə. Və bunun üçün fərqi yoxdur, o hansı hərəkətləri etdirir bizə. Əsas odur ki, bu məntiqli olmaya da bilər, amma zehin üçün məntiqlidir. Yəni mən bu bədəni qoruyuram. Mən səni təhlükədən qoruyuram. Əsas budur mənim üçün. Bu məntiqli olmaya da bilər. Və Yəni burada bir növ zehnin və qorumaq üçün qorxudur da bizi sanki elə başa düşə bilərik. Bir növ bizi qorusun deyə qorxulu ssenarilər gəlir. yox, o əslində bəli, bu da bir variantdır. Sadəcə burada məsələn bizim getmək istədiyimiz vibrasiyadan mən dedim ki, bir nümunə verəcəm. Baxın, qorxu, stres, qayğı, həyəcan, təşviş, bunlar çox aşağı vibrasiyalı emosiyalardır, hisslərdir, düzdür? Və zehnimizin də onsuz da belə deyək, enerji israf etməməsi üçün belə bir məntiqlə yanaşsaq, zehin özü də aşağı vibrasiyalı emosiyalara, düşüncələrə meyillidir. Çünki qorxu, təşviş, stres, həyəcan aşağı vibrasiyalardır, düzdür? Zehin özü də istəyir ki, sadəcə həyatda qalmaq istəyir. Başqa bir belə deyək, qayəsi, başqa bir düşüncəsi yoxdur və sadəcə həyatda qalmaq üçün də minimum enerji sərf etmək istəyir, minimum frekans, minimum vibrasiyada olmaq istəyir və bu baxımdan da baxsaq, yəni stres, qorxu, təşviş, həyəcan, gərginlik və hamısının ümumi adı neqativlik əslində zehnə çox daha yatqındır vibrasiya baxımından. Çünki yüksək emosiyalar, yüksək vibrasiyalardır və əslində bu da yüksək enerji deməkdir. Amma mənim bədənim artıq aşağı vibrasiyalara öyrəşibsə, zehnim də bunu belə deyək, komfortlu bir şəkildə, komfortlu olduğunu qəbul edirsə, məni daima orada saxlamağa çalışır. Çünki yüksək vibrasiyalar, yüksək həzlər, sevinc, bilmirəm, xoşbəxtlik, sevgi, bunlar yüksək vibrasiyalardır, amma eyni zamanda yüksək enerji də tələb edir. Bəlkə bunu başqa bir zaman, başqa bir YouTube videosunda daha detallı danışarıq, amma nəyə görə zehnimiz belə deyək, texniki bir açıqlama versək, mən bu açıqlamanı verərdim ki, çünki zehnin istəyir ki, az enerji sərf etsin. Aşağı vibrasiyada bərabərdir, az enerji sərf edir və aşağı vibrasiyalı emosiyalar hansılardır? Təbii ki, neqativ emosiyalar. Bilmirəm, bu hissə ümid edirəm ki, aydın olar izləyicilərimizə. Yəni, bu sadəcə səbəblərdən biridir. Ona görə də spirituallıqda da hətta belə deyirlər ki, zehnin və egonun frekansı çox aşağıdır. Çünki hər ikisinin belə deyək, təməli, istəyi nədir? Sağ qalım, idarə edim, kontrol edim, iplər mənim əlimdə olsun, amma iplər əgər onların əmrində olarsa da, bu dəfə mən özüm öz həyatımın kontrolunu əlimə ala bilmirəm. Çünki daima orada sanki zehnimdə bir növ həbs olub qalıram. Eynən, yəni belə düşünə bilərik ki, hər nə qədər fərqli olduğuna inansaq da, əslində asan olan neqativ olmaqdır. 100%. Həmişə. Bunu indi Və birazdan biraz daha da detallandıracağım, amma çox doğru deyirsiniz. Yəni asan olan çünki zehin buna yatkındır. Baxın. Zehin buna yatkındır. Asan olan bəli neqativ olmaqdır. Çox qəşəng vurğuladınız. Digər bir səbəb nə ola bilər? Ona da baxaq. Baxın, digər bir səbəb mən düşünürəm ki, burada biz kollektiv şuur deyə bilərik ikinci bir səbəb kimi. Kollektiv şuur nədir? Baxın, fikir versəniz cəmiyyətdə bir balaca, mən müşahidəni çox sevirəm və həmişə insanlara da məsləhət görürəm ki, biraz dayanın, bir nəfəs alın və müşahidə edin, yəni ətraflı. Onu görərsiniz ki, cəmiyyətdə çox insan təşvişdədir, streslidir, gərgindir, əsəbidir. Yəni belə bir emosiyalar ətrafda uçuşur. Hər kəs bir yerlərə qaçır. Yəni əslində hər kəs aşağı vibrasiyalardadır. Və bütün bu aşağı vibrasiyalı insanlar elə düşünün ki, toplanıb bir enerji sahəsi yaradır.
bir enerji sahəsi və mən də istər-istəməz fərqində belə olmadan həmin o enerji sahəsi ilə bir növ rezonans yaşayıram. Mən də həmin o enerji sahəsi ilə uyğunlaşıram, elə düşünün. Məsələn, bir nümunə verim, tutaq ki, deyirəm, normal bir gündür, qəşəng oyanmışsınız, heç bir problem yoxdur. Təsadüfən tutaq ki, deyirəm, bir dostunuzu gedirsiniz, xəstəxanada ziyarət edirsiniz. Məsələn, bilmirəm, yıxılıb qolunu əzib, gedirsiniz onun yanına xəstəxanada və onun yanına getmək üçün koridorda yeriyirsiniz və təsəvvür edin, məsələn, orada otaqların qapıları açıqdır. Baxırsınız, məsələn, birinin qolu əzilib, birinin, nə bilim, ayağı gipsdədir, birinin başına nəsə olub və görürsünüz o insanları, onlar orada ağrı çəkir. Ümumiyyətlə, xəstəxana ortamı bilirsiniz ki, məsələn, orada bir, təbii ki, biz orada yüksək emosiyalardan çox da bəhs edə bilmərik. Əsasən aşağı emosiyalar, çünki orada insanlar əziyyət çəkirlər, ağrı çəkirlər. Və baxın, onu görürsünüz, dostunuzu ziyarət etdiniz, gəldiniz. Məsələn, çox normaldır ki, axşamında artıq orada bir enerji sahəsi var idi və siz də o sahədən təsirləndiniz, düzdür? Gəldim axşamında, məsələn, və artıq mənim zehnim də buna yatkındırsa və mən bunun fərqindəliyində deyiləmsə, artıq axşamda, məsələn, mən də fikirləşirəm ki, görəsən xəstələnsəm, bəlkə birdən xəstələnərəm, mən də xəstəxanaya düşərəm və yaxud da ki, çox yaxınım, məsələn, anam xəstələnsə birdən o da elə bir ortamda qalar. Başlayıram, bax, belə neqativ ssenarilər. Çünki orada artıq, necə deyərlər, təsirlənmişəm. O enerji sahəsi məni də alıb öz içinə və mən də onsuz da zehnim də buna yatkın olduğuna görə avtomatik, məsələn, bütün gecəni yatmıram, düşünürəm bu haqda ki, birdən mən xəstələnərəm, birdən bəs mənə nəsə olsa, birdən anama nəsə olar, birdən övladıma nəsə olar və belə həmin o enerji sahəsi məni alır öz içinə. Bilmirəm, Hətta yəni bu da məncə bir növ kollektiv şuurla bağlıdır. eynən, hətta bu məncə təkcə xəstəxanalarda deyil, siz deyəndə fikirləşdim ki, bəzi məkanlar var ki, tutaq ki, məsələn, daha maddi cəhətdən aşağı gəlir səviyyəsi insanların yaşadığı hissələrdə fərqli emosiyalar olur. Yəni ora gedib çıxanda da başqa bir düşüncədə olursan, daha yüksək tutaq ki, məsələn, Bakıda ən belə premium bir idman zalına gedəndə başqa hisslər yaşayırsan. Çünki ora gələn insanlar sizmiş tamam fərqli düşüncə səviyyəsindədir və bəlkə onların enerjisi yansıyır. Yəni bu təkcə xəstəxana və yaxud da belə neqativ bir yer olmaq məcburiyyətində deyil. Sanki o Eynən. yerdəki insanların ümumi enerjisi təsir edir istənilən halda insana. Eynən. Yəni o insanların elə düşünün ki, enerjiləri birləşir. Elə fikirləşək daha belə sadə formada və orada bir enerji sahəsi yaradır, düzdür? Hətta belə deyək, çox dərin gedəndə spirituallar, çox spiritual insanlar, yəni məsəl üçün ictimai nəqliyyatdan istifadə etməməyi çox üstün tuturlar və yaxud da deyirlər ki, ictimai nəqliyyatdan istifadə etdinsə, mütləq gəl evdə bir təmizlənmə et, aula təmizlən. Çünki məsələn ən adi bir avtobusda bir oturacaqda belə hər gün yüzlərlə insan oturur və hər birinin fərqli enerji sahələri var və spirituallar bu barədə yəni çox daha dərin gedirlər bu məsələdə, təmizlənmələr edirlər və s. Yəni kollektiv şuurda belə deyək, müəyyən şeylər var ki, neqativ rezonans yaradır, müəyyən şeylər pozitiv rezonans yaradır. Və burada mən düşünürəm ki, hal-hazırda bəli, kollektiv şuurda da o neqativlik çox hakimdir və istər-istəməz də biz də bundan təsirlənirik və gəlib belə deyək, özümüzlə baş-başa qalanda bu barədə çox detallı başlayırıq düşünməyə və artıq mənim də zehnimi həmin o neqativ düşüncələr əsir alır. Bu da mən düşünürəm ki, ikinci bir səbəbdir. Növbəti səbəbə keçək, əgər burada bir yəni sualınız, bir düşüncəniz yoxdursa. Növbəti səbəb mənim proqramlarımda da tez-tez vurğuladığım bir səbəbdir. Çünki xanımlar bunu məndən çox tez-tez soruşurlar ki, məsələn, çox aqressivləşirəm, çox neqativləşirəm, durduq yerə məsələn deyinirəm, deyir ki, durduq yerə deyinirəm, neqativləşirəm. Niyə olur bu? Yəni niyə birdən-birə hər şey yaxşı ikən məsələn mən neqativə yönəlirəm? Burada nə baş verir əslində? Siz də məncə mənim o proqramımda iştirak etmişdiniz, 5-li proqramımda. Orada bir balaca danışmışdım bu barədə ki, biz əslində nə etməliyik? Biz etməliyik zehni və fiziki enerjinin balansından danışmışdım mən orada. Bəli. Bəli. Və demişdim ki, elə fikirləşin ki, biz hər gün oyanırıq, hər birimiz və
Oyanırıq hər birimiz 100%lik bir enerji balonu var və onun 50%-i neqativ deyirəm, zehni enerjidir, 50%-i fiziki enerjidir, düzdür? Və indi istəyirəm ki, hər biriniz düşünəsiniz öz həyatınız barədə. Baxın, bir çoxumuz məsələn ofislərdə işləyirik, düzdür? Bəzilərimiz tələbədir. Amma fikir verin, bizim həyat tərzimiz son illərdə, son dövrlərdə nə qədər oturaq tərzə keçir, düzdür? Evdən çıxırıq, maşına minirik, maşından düşürük, gedirik ofisə, otururuq. Yəni zehni aktivitetimiz hətta dincəlmək üçün belə, yəni güya ki dincəlirəm, amma bir tərəfdən əlimdə telefon var, videolara baxıram. Baxın, yəni daima zehni aktivitem çox yüksəkdir. Amma bununla paralel olaraq mənim fiziki aktivitem bir çoxumuzda hədsiz dərəcədə aşağı səviyyədədir. Buna təbii ki, şəhər həyatı səbəb olur. Yəni heç bir yerə piyada gedə bilmirəmsə, məcburam avtobusa minim, metroya minim, maşına minim, yəni oturaq həyat tərzi. Və belə olan halda nə baş verir? Bu arada deyim ki, yəni ev işi görmək tam olaraq fiziki aktivitə sayılmır. Bunu deyim mütləq şəkildə. Çünki durdum, qab yudum, evi təmizlədim, nə bilim nə etdim. Bunlar fiziki aktivitə tam olaraq sayılmır. Yenə də həmin o enerji bədəndən çıxmır. Yəni fiziki aktivitə deyəndə biz mütləq şəkildə orada bir ən azından asta yürüyüşdən söhbət gedir. Ən azından bilmirəm, müəyyən hərəkətlərdən, idman hərəkətlərindən söhbət gedir. Yəni ev işi bu deyil. Bilirəm, mənə çox soruşurlar bunu. İstədim ki, orada böyle onu qısaca deyim. Baxın, bir günümüzü təsəvvür edin. Baxırıq ki, biz nə qədər zehni aktivitə ilə məşğul olduq. Düz? Yəni zehni enerji gündən xərcləndi getdi. Bəs fiziki enerji? Bax, o zaman nə baş verir? Mən təsəvvür edin ki, bütün gün işdə oldum. Sərf etdim zehni enerjimi, gəldim evə və artıq yorğunam. Düzdür, zehni olaraq yorulmuşam. Amma hələ də fiziki enerjim oradadır, qalıb. Və istifadə olunmuyor. Və mən otururam, bax, yəni artıq bir işdə yoxdur, axşamdır. Biraz da Instagramda fırlanıram və artıq güya ki yorğunam, gedirəm yatmağa və o zaman nə olur? Enerji bitmir, baxın. Hələ o enerji oradadır. Və mən hal-hazırda heç bir fiziki aktivitə ilə məşğul deyiləm deyə bu enerji məcburdur məndən zehni enerji formasında çıxsın, getsin. Və nə zaman olur bu? Məsələn, çox zaman yatağa gedirsiniz, istəyirsiniz yatasınız, gözünüzü yumursunuz, gözünüzün önünə 100 dənə ssenari gəlir. Çox normal gedən bir münasibətiniz varkən birdən fikirləşirsiniz ki, birdən məni aldadar, birdən məni tərk edər. Və yaxud da məsələn, çox sevdiyiniz birinin ölümünü təsəvvür etməyə başlayırsınız. Çünki o enerji sizdən çıxmalıdır hansısa bir formada. Çıxmadığına görə, baxın, negativ formada bizdən çıxır. Çünki istifadə olunmadı. Elə fikirləşin ki, qaldı. Artıq istifadəyə yararsızdır, çürüyür. Və çürümüş bir şey də bədəndən heç vaxt pozitiv, gözəl formada çıxa bilməz. Hər zaman negativ formada çıxır və ona görə də biz orada avtomatik başlayırıq yenə də negativ düşünməyə, negativ fikirlər istehsal etməyə və bu bizi təbii ki, çox narahat edir. Bilmirəm, bu barədə siz nə düşünürsünüz? Yəni, əgər belə bir fərqindəlik yaşamısınız ki, bəli, çox zehni aktiv olduğunuz günün sonunda, yəni yatmaq istəsəniz belə, sanki zehniniz çoxlu yenə fikirlərlə dolur və sanki orada yenə bir enerji var, sərf olunması gərəkən. Sualım odur ki, məsələn, düzdür, bu 100% bu şəkildə çox təcrübə eləmişəm, amma burada dilemma arasında o vaxt qalıram ki, məsələn, axşam da çox zehni olaraq çox yorulmuşam və bilirəm ki, fiziki olaraq enerjim qalıb, çünki fiziki enerjini xərcləməmişəm. Amma o divandan durub o tutaq ki, yürüyüşə çıxmaq qərarını vermək anı, o da axı bir zehni qərardır. O qərarı verə bilməmək problemi yaranır. Yəni yəqin ki, bu çox adamda olur ki, bilir ki, məsələn, bu gün axşam bir yarım saat çıxıb gəzsəydi ya da havada bəlkə sadəcə hava alsaydı yaxşı olardı, amma o qərarı verə bilmirik. Bəs orda necə, zehnimizi belə deyim, ikna eləməliyik ki, yox, bunu durub eləməlisən? Mütləq şəkildə, baxın, bu da zehnin bir oyunudur. Və zehin deyir ki,
Əşi, nəyimizə lazım gedək gəzək bu soyuqda? Oturmuşuq da, narahat olma. Mən o enerjini axşam sənin gözlərini bərəldəcəm, çıxardacam səndən. Zehin üçün problem yoxdur burada. Ona görə də yəni siz orada bəli artıq bir balaca, necə deyərlər, biz dedik axı kontrolu əlimə almalıyam ki, çünki zehnin necə deyərlər, canına minnət. Onsuz da o sərf edəcək o enerjini fərqli formalarda. O deyir ki, tamam o zaman. Mən yatanda səndən çıxardaram onu. Nə bilim, ideyalar sənə belə deyim, fərqli-fərqli neqativ düşüncələrlə çıxardaram. Sən də deyirsən ki, yox, mən bilirəm ki, sən məndən bunu belə çıxardacaqsan, mən biraz gedirəm, gəzə bilərəm, qaça bilərəm, bilmirəm, fərqli bir formada idman edə bilərəm və artıq müəyyən formalarda işə piyada gəzə-gəzə gedə bilərəm. Yəni insan istəyəndə doğrudan da bunu tapır ki, nə edə bilərəm ki, bir balaca fiziki enerjidən canımdan çıxsın. Bu arada bu tam tərsi də mümkündür. Elə insanlar var ki, bütün günü fiziki aktivitə ilə məşğuldurlar. Onlarda da eyni şəkildə zehni enerji qalır, yəni istifadə olunmur. Eyni şəkildə yenə də gün sonunda istifadə olunmayan enerji elə fikirləşin ki, çürüyür və keçir neqativ tərəfə və neqativ bir formada bizim canımızdan çıxır. Onda bəlkə bu daha uyğun həll olar ki, biz heç o enerjinin, yəni ya fizikini, ya zehnini axşama qədər gözləməyək çıxarmaq üçün. Yəni axşam eləməyək bəlkə o yürüyüşü. Yəni günün yəqin ki, daha irəli saatlarında iradəmiz daha güclü olurdu, həm enerjimiz daha çoxdur deyə. Bəlkə belə bir planlama eləmək olar ki, yəni kim bundan mütəmadi olaraq əziyyət çəkirsə, bəlkə günün ilkin saatlarında artıq o enerjini necəsə balanslamağa başlasınlar ki, günün sonunda həqiqətən o qərarı vermək, yəni çox hədsiz çox yaşamışam ki, o divandan dura bilməmişəm. Çünki yəni özümü də inandırmışam ki, sənin bu dəqiqə buna gücün yoxdur. Yəni çünki çox yorğunsan. Amma bəlkə bunu elə siz demiş günün əvvəlində məsələn işə piyada getmək müəyyən bir məsafəni və yaxud da başqa bir formada, tutaq ki, fiziki olaraq çox yorulan biri bəlkə nəsə xəbər, yəni nəsə bir oxumağa və sairə. Bunu daha ilkin saatlarda eləsə daha bəlkə effektiv olar ki, axşam o çətin qərar qarşısında qalmaz. 100%. Yəni bu 100% doğrudur və dediyim kimi, məsələn, mən çox soyuq ölkədə, qışda çox soyuq olan bir ölkədə yaşamağıma baxmayaraq, yəni mən də məsələn istəmirəm isti evimdən durum, çıxım harasa gedim, amma baxıram ki, heç bir aktivitem də yoxdur, bütün günü evdə olmuşam, ancaq zehin. Nə edə bilərəm? Deyirəm ki, dur. Gedirəm, nə bilim, məcbur marketə gedirəm, biraz piyada gedirəm ora, marketdən bir-iki şey alıram, biraz yolumu uzadıram ki, biraz hərəkətim olsun, bir şeyim olsun. Çünki bilirəm ki, bu tarazlanmalıdır və əlbəttə ki, mən bunun fərqindəyəmsə, artıq günlərimi formala planlaya bilərəm. Dediyim kimi, işə mümkündürsə piyada gedərəm, ya nə bilim, normalda avtobus, metro dəyişirəm, bəlkə metro ilə gedərəm, sonra avtobus yolunu biraz piyada gedərəm. Yemək fasiləsində 1 saat fasiləm varsa, onun 20 dəqiqəsini yeyib, bəlkə yarım saatını düşüb, yəni aşağıda bir yerlərdə gəzə bilərəm. Yəni dediyim kimi, hər kəsin həyat tərzi fərqlidir, amma mütləq ki, o həyat tərzinin içində bir şeylər tapmaq olur ki, mən onu edim və orada bir balanslanma yaşayım. Əgər çoxlu bəhanələr varsa, inanın ki, onlar hamısı təbii ki, zehninizin bəhanələridir. Əla, məncə çox praktiki tövsiyələr də verdiniz bir neçə istiqamətdə. Yəni bu istiqamətdə, bu mövzuda bu istiqamətdən hamıya aydın oldu deyə düşünürəm. Süper. O zaman davam edək. Bir-iki dənə də şuuraltı səbəb deyək ki, burada başqa nələr olmuş ola bilər, ancaq enerjisel olaraq baxmayaq məsələyə. Şuuraltıda çox təməl bir şey demək istəyirəm sizə. Bunu siz də vurğuladınız. Elə mən də dedim ki, bunu vurğulayacağam mən də irəliləyən dəqiqələrdə. Şuuraltı ilə bağlı onu deyə bilərəm ki, düşünürəm ki, bizim insanlar olaraq bu qədər neqativliyə meylimizin, hamımızın, yəni bu arada hamımızın neqativliyə meylimizin, neqativ düşünməyə meylimizin ən təməl səbəblərindən biri elə şuuraltı, amma şuuraltından nə? Baxın, biz deyirik ki, bizim şuuraltımız təkcə mənim belə deyək, xatirələrimdən, mənim öyrəndiyim bir şeylərdən ibarət deyil. Mənim şuuraltım həm də belə deyək, mənim belə deyək, nəslim, məndən öncə gələn bütün insanlar sanki böyük bir kitabxanadır və orada çoxlu inanclar, duyğular, emosiyalar yatır, düzdür? İndi təsəvvür edin ki, bir balaca baxaq, insan təkamül yoluna biraz baxaq, biraz tarix kimi olacaq, amma təsəvvür edin ki, bütün insanlığın tarixinə baxsanız, yəni ən başdan, ən təməldən, nə bilim, ibtidai icma quruluşundan gəlib hələ bu müharibələr olan 18-ci, 19-cu əsrlər, yəni son 20-15 ilə qədər
son 20-15 ili ayrı tuturam. Baxsanız görərsiniz ki, insanların daima ən təməl instinkti hər zaman həyatda qalmaq olub. Hansısa bir formada həyatda qalmalıyam. Baxın, bayaqki zehinlə bağlı dediyim məsələdə ki, zehnin də ən təməl funksiyası həyatda saxlamaqdır bədəni və əslində insanların da, çünki ibtidai icma quruluşundan bəri baxsaq, yəni bizim ən ulu əcdadlarımız elə onlardan başlasaq, yəni onların tək qayəsi nə olub? Həyatda qalım, ac qalmayım, ölməyim. Düzdür? Mən həyatda qalmalıyam, mən ovlanmalıyam ki, qidam olsun. Başqa bir qayəsi yoxdur. Və mən başqa bir proqramda da, yenə yəqin ki, siz orada var idiniz, yadınıza düşər ki, demişdim ki, meşəyə biz ovlanmağa meditasiya edib gedə bilmərik demişdim. Biz ovlanmağa pozitiv düşünüb gedə bilmərik, düzdür? Biz deyə bilmərik ki, bugün mənə 5 dənə ceyran cüyür, havadan gəlir, mən çox pozitivəm, mən meşəyə ovlanmağa gedirəm. Belə bir şey yoxdur. Mən meşəyə ovlanmağa gedirəmsə, mən orada bütün negativ senariləri zehnimdə tutmalıyam ki, mənə birdən ayı hücum etsə, mən necə reaksiya verməliyəm? Bilmirəm, birdən bəlkə kimsə burada heyvan üçün tələ qurub, mən o tələyə düşsəm, necə reaksiya verməliyəm? Düzdür? Hamısını mən nəzərdən keçirtməliyəm. Yəni, əslində, ən təməldə insanlar bəlkə də insanların təkamülündə ən böyük rol oynayan emosiya nədir desəz, elə ümumi toplu götürsək, negativlikdir. Yəni, negativlikdir onları sağ saxlayan. Çünki pozitiv olsaydılar, sağ qalmazdılar belə baxanda. Ona görə də bizim hər birimizin o şuuraltısında çox qəşəng bir formada o negativliyin, necə deyərlər, təməlləri çox gözəl bir formada atılıb və nəsildən nəslə də davam edib. Baxın. Mən nəyə görə son 15-20 il dedim ki, ayrı tuturam burada. Çünki fikir verin, hətta gedib öz valideynlərinizlə belə danışsanız, onlar belə sizə deyə bilər ki, biz çörək üçün növbəyə dururduq. Demək ki, bu insanlar bir yerlərdə yenə də ac qalma qorxusu yaşayıblar, bunun negativliyini yaşayıblar. Və yaxud da nə bilim 3 kiloqram unu bir ay istifadə etməliyəm, düzdür, aclıq, bunun qorxusunu yaşayıblar. Hamısı negativlikdir. Və fikir verin, bizdən böyük nəsil daima hər zaman negativ, yəni belə deyək, ehtimalları hər zaman dəyərləndirir ki, hər ehtimal pulun olsun, birdən falan şey olar. Hər ehtimal falan şeyi et, qıraqdan, nə bilim, saxla, paltarığı rahat, necə deyərlər, çox geymə, hər yerə geymə bunu, saxla birdən lazım olar. Hamısı, baxın, ehtiyat. Nəyə görə? Çünki, baxın, şuuraltı ilə gələn həmin o negativlikdir, amma hansı ki, onları da eyni zamanda həyatda tutub. Amma biz son 15-20 ilə baxsaq, görürük ki, təbii ki, insanlar hər zaman, biz daima şikayət edirik əslində insanları, necə deyərlər, məmnun etmək mümkün deyil, amma dünyaya ümumi baxsanız, bütün gedişata görərsiniz ki, dünya əslində hər zaman irəliyə doğru gedib. Yəni, biz geriyə yox, irəliyə doğru getmişik. Və hər birimiz 30 il, 20 il bundan öncəki yaşıdlarımıza görə daha yaxşı yaşayırıq əslində. Yəni, baxmayaraq ki, kimsə deyə bilər ki, yox, Sovetin vaxtı elə, yox, bu o deyil. Hər birimiz daha yaxşı yaşayırıq. Çox şükür ki, bugün heç birimiz, nə bilim, 1 kiloqram unu ay sonuna qədər çatdırma dərdində deyilik. Yəni, burada kasıblıqla qarışdırılmasını istəmirəm mən. Burada məsələ odur ki, yəni bir var ki, sən fərqi yoxdur, lap orta təbəqəsin, amma yenə də sənə 1 kiloqram un verilir ki, sən bunu ay sonuna qədər çatdır. Baxın, bu ayrı bir qorxudur. Bir də var ki, yəni tamam, mənim maddi vəziyyətim həqiqətən o qədər aşağıdır ki, mənim 1 kiloqram un almağa pulum yoxdur. Bunlar ayrı məsələlərdir. Amma sırf baxsaq, biz görə bilərik ki, bizim həyatlarımız bugün o dərəcə negativ deyil. Amma maraqlı məsələ, zehində var axı bu. Şuuraltında bu var, bu sxem var. Və ona görə də şuuraltı əslində hər yerdə bunu tətbiq etməyə çalışır. Yəni, mən sabah ovlanmağa çıxmalı deyiləm. İstəsəm gedərəm, rəssabdan ət alaram. Problem yoxdur. Ac qalmaram, düzdür. Mən nə bilim, bir paltarı, istəsəm hər tərəf paltardır. 5 manata da köynək ala bilərəm. Yəni, mən paltarsız qalmaram. Büdcəmə görə yenə də nəsə alaram, düzdür. Yəni, bir qıtlıq yoxdur burada. Amma şuuraltında elə deyil. Şuuraltı deyir ki, negativ düşün. Negativ, çünki birdən olmaz, birdən yoxa çıxar.
daima negativ, daima bütün alternativləri dəyərləndir. Çünki bundan bizdən öncəki nəsillər əslində bu şəkildə həyatda qalıblar. Onlar israf etməyiblər məsələn. Amma biz fikir verin, biz çox israf edirik bu baxımdan. Çünki varımızdır əslində. Var olduğu üçün edirik. Burada bir problem yoxdur. Amma şuur altında o bir sxem var. Nəsildən nəsilə, nəsildən nəsilə ötürülən o negativlik, hansı ki o negativlik ki bizim babalarımızı, nənələrimizi, bilmirəm, bütün o ulu əcdadlarımızı həyatda saxlayıb. Yəni əslində bu pozitivlikdən çox negativlikdir insanlığı bugünə qədər gətirib çıxardan. Bilirəm, indi elə danışdım ki, sanki negativlik möhtəşəm bir şeydir, amma sadəcə bunun belə deyim, təməllərini oturtmağa çalışıram ki, biləsiniz ki, negativ düşüncələr yəni normaldır. İndi bunu biz idarəsindən danışanda necə idarə edək onu da deyəcəm, amma təməllərini bilmənizi istəyirəm ki, bunlar normaldır və bunlar əslində haralardan gəlir və sadəcə sənə məxsus deyil bu. Bu sənin nənənə məxsusdur, anana məxsusdur, bilmirəm, bütün o 7 nəsil qadınlara, kişilərə məxsusdur. Bu bizim ən ulu əcdadlarımızdan bizə gəlib çıxan bir mirasdır, belə deyim. Bəlkə də elə bu düşüncələr yəni insanlığı daha yaxşı bir yerə də apara bilər. Yəni müəyyən səviyyədə neqativ düşüncələri də saxlamalıyıq ki, o genlərimizdə bəlkə inkişaf üçün də bizə kömək eləsin. Ona görə siz demiş bəlkə bundan heç qorxmaq da lazım deyil, amma yəqin ki, idarə hissəsində bizə bu mövzuda daha çox aydınladacaqsınız ki, bəs necə buna qorxmadan idarə edə bilək? Heç bəlkə yəni mümkün deyil. Olmasa olmaz. Olmasa, baxın, negativlik olmasa, yəni insanlar bilirsiniz necə kontroldan tamam çıxar. Yəni məsələn mən çox təhlükəli bir küçəyə girərəm, amma burada mənə nəsə başıma gəlmə ehtimalını heç düşünmərəm, çünki mən çox pozitivəm. Düzdür? Amma başıma bir şeylər gələ bilər orada. Demək ki, qorxu, negativlik, bu düşüncələr əslində hər zaman insanları, yəni mexanizma sadəcə elədir ki, mexanizma insanları qorumağa yönəlib. Sadəcə artıq dövr çox dəyişib. Sistem köhnə sistemdən, amma onun üstünə o qədər çoxlu, necə deyərlər, yeniliklər gəlib ki, ona görə biz insanlar bugün onu istədiyimiz kimi idarə edə bilmirik. Çünki artıq o sistem bizə xidmət edir, amma yeniliklər lazımdır və biz onu idarə etməyi sadəcə bacarmalıyıq, amma sadəcə günümüzün reallığına çox da uyğun gəlmir. Ona görə biz burada bu problemləri yaşayırıq. Mən istəyirəm ki, son səbəbi də deyim, daha sonra da biz bunu necə həll edə bilərik, ona keçək. Son səbəb də əslində bu da elə çox bəsit, yenə də zehni bir səbəbdir, belə deyim. Niyə görə, məsələn, tutaq ki, bir addım atacağam, amma ağlıma 100 dənə negativ fikir gəlir o addımla bağlı. Əslində bu da elə yenə də zehnin bizi qoruma çabasıdır deyərdim mən. Çünki dediyim kimi zehin üçün, yəni sizin böyük hədəflərinizin, sizin o missiyalarınızın çox da bir önəmi yoxdur, səmimi deyim. Zehin üçün önəmlidir ki, sağsan, komfort zonadasan, yəni necə deyərlər, az aşın, ağırmaz başın, başını sal aşağı yaşa. Zehnin yəni çünki qoruma mexanizmi bu formada işləyir. Və indi burada baxmanızı istəyirəm ki, məsələn, tutaq ki, deyirəm, zehin istəmir ki, mən bir xəyal qurum, bir addım atım və orada türklər demiş, hayal kırıklığına uğrayım. Nəyə görə? Çünki mən zehnim istəyir ki, məni qorusun. Düzdür? Amma mənim bir məqsədim var, bir xəyalım var ki, məsələn, mən sabah gedəcəm filan şirkətin, filan holdingin, filan bilmirəm, departamentində bir müsahibəyə girəcəm və o müsahibədən mən yaxşı keçib oradakı o vəzifəni götürəcəm. O vəzifə yüksəkdir, o vəzifənin yaxşı maaşı var, hər şey əladır mənim şuur üstüm üçün. Şuurlu şəkildə, məntiqli şəkildə əladır. Amma zehnim deyir ki, bəs axı o yüksək vəzifə, böyük məsuliyyətlər, sən o pulu necə idarə edəcəksən, bəlkə daha çox istəyəcəksən, bəlkə ailənə vaxt ayıra bilməyəcəksən. Yox. Başlayır orada deyir ki, aha, bəlkə yeni holdingdə, yeni şirkətdə sənin iş yoldaşların indikilər qədər yaxşı olmaz. Onlar birdən sənin boynunu qazarlar. Baxın, başlayır negativ. Ondan sonra deyir ki, birdən nə bilim, vəzifən yüksəldikcə, məsuliyyətlərin artdıqca sən birdən onun altından qalxa bilməzsən. Bunu da fikirləş. Birdən başına falan şey gələr. Birdən elə bütün negativlikləri qoyur önünə ki, özünü qoruma mexanizmi ki, mən oradan deyim ki, yox elə indiki maaşım, indiki işim, başım qulağım dincdir, sakit gedib gəlirəm, ora mənim nəyimə lazımdır. Baxın,
məni qorudu, o neqativ düşüncələrlə bir addım atmaqdan məni qorudu. Və yaxud da başqa bir nümunə bir dənə də deyim. Tutalım ki, deyirəm, mənim şuuraltımda, zehnimdə belə bir düşüncə var ki, bilmirəm, nə bilim, ən belə sadə, ən çox gördüyümüz ki, bütün kişilər yalancıdır, bütün kişilər aldadır, düzdür? Belə bir düşüncə var, amma mən üzdə deyirəm ki, mən münasibət istəyirəm, mən xoşbəxt olmaq istəyirəm. Amma hər dəfə münasibətə girəndə arxa fonda zehn danışır ki, birdən gördün, məsələn, filan kəsin, filan dostluğa filan şey oldu və birdən sənə dolar, birdən bu adam səni aldadır, birdən elə, birdən belə. Bax, bu bütün günü danışır, 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 danışır. Əslində amma nə üçün danışır? Çünki sənin zehnində bir sxem var. O sxem deyir ki, bütün kişilər yalancıdır və əslində zehin də deyir ki, bütün kişilər yalancıdırsa, demək ki, bu kişi də yalancıdır. Mən səni ondan qorumalıyam ki, sən incilməyəsən, düzdür? İncitməməyin üçün də keç bu tərəfə. Bu adam, yəni bu adam sənlik deyil. Və belə baxın, münasibətlərdə uğursuz oluruq, pulla bağlı məsələlərdə uğursuz oluruq və bir çox məsələlərdə. Çünki orada zehin məni, necə deyərlər, əslində bir qoruma qalxanı yaradıb mənim üçün və məni qorumağa çalışır. Amma təbii ki, bu şuur altında baş verdiyinə görə çox vaxtı bizim heç bundan xəbərimiz belə olmur. Bax, fərqindəlik də işin içinə orada girir ki, gəlin fərqində olaq ki, nə baş verir və orada biz o mexanizmanı, o sistemi yavaş-yavaş öz xeyrimizə dəyişdirək ki, yəni zehnimiz əslində belə deyək, bizi qorumaq üçün bunlar edir. Zehn bizi yenə qorusun, amma mənim şuurlu şəkildə istədiyim bir şeylərdən qorumasın məni. Eynən bu mövzuda hətta münasibətlə bağlı biraz daha spesifik bir nümunə göstərmək istəyirəm. Məncə bu nümunə ətrafında çox görmüşəm. Yəqin ki, Azərbaycan xanımlarında da çox var. Hamı necə deyim, biraz səviyyəli, bəlkə biraz Instagramda gördüyümüz kimi əyləncəli bir münasibət istəyir və inanıram ki, çox adamın da ətrafında belə münasibət qura biləcəyi insanlar var. Amma bu münasibətdən onları saxlayan siz dediyiniz kimi müəyyən qorxular da var. Yəni şüurüstü səviyyədə istəyir, arzulayır bu münasibəti, amma şuur altında düşünür ki, belə bir münasibət olsa, məsələn, onun ailəsi məni istəyərmi? Mən bu münasibəti atama necə izah eləyəcəm? Tutaq ki, tətilə getmək istəyirəm və s. və s. Ya o qorxular ki, bu mənim də öz həyatımda çox rastlaşdırdığım bir mövzudur ki, nəsə şuurlu səviyyədə çox məntiqli gəlir, çox düzgün gəlir, sanki olsa dünyanın ən xoşbəxt insanı olacaqmış kimi gəlir, amma yenə də məni çəkən günün sonunda deyirəm ki, yox, bəs bunu bizimkilərə necə izah eləyəcəm? Bəs bunu filan kəsdən necə icazə alacağam və yaxud da filan kəs necə buna razı olacaq? Elə bir sonrakı prosesdə yorulacağıma məni inandıraraq qabaqcadan o istəyə ya inanmamağıma, ya o istək üçün bir addım atmamağıma, ya ümumiyyətlə heç o xəyalı başdan qurmamağıma gətirib çıxarır və bu da siz dediyiniz kimi sadəcə indi başa düşdüm ki, bu sadəcə saf bir qorxudur, başqa heç nə deyil. Şübhə və sairə Əlbəttə. deyil, sadəcə qorxudur yəni. Əlbəttə, əlbəttə. Yəni komfort zona hər zaman daha rahatdır, düzdür? Və burada da təbii ki, yenə də yəni zehin bunu necə edir? O neqativ düşüncələrlə, düzdür? Neqativ düşüncələrlə edir və bu ən sadə yolu elə budur deyə düşünürəm. Yəni bizi izləyənlər bu aralarından seçə bilərlər ki, hansı mənə daha uyğundur. Yəni burada yenə işin içinə bir balaca analitika girir ki, mən öz həyatımı biraz analiz etməliyəm, biraz baxmalıyam və deməliyəm ki, aha bax, yəni bəziləri hamımıza uyğundur. Məsələn, bu kollektiv şuur dedik, təkamül dedik, düzdür? Yəni bizə genetika ilə ötürülən bu qorxu, neqativlik dedik, bunlar hamımıza şamil olunur. Burada yəni kimsəni ayıra bilmərəm, amma qalan məsələlər, məsələn, bəlkə zehni və fiziki enerjidir sizdə bu qədər çox neqativ düşünmənizə səbəb olan bir balaca bunu məsələn araşdıra bilərsiniz. Və yaxud da ki, belə deyim, bu inanclarınızdır, hardakı hansı mövzuda ən çox neqativliklə üzləşirsinizsə, həmin o mövzuda bir balaca inanclarınızın necə deyərlər, araşdırma aparın özünüzdə ki, siz nəyə inanırsınız və nə üçün o inandığınız məsələnin qarşısında çoxlu neqativ, belə deyərlər, balaca maneələr sizi saxlayır orada. Bax, buraları bir balaca artıq gərək hər kəs öz həyatının da coach olsun, mentor olsun, gərək bir mənada ki, o baxımdan siz özünüzü inkişaf etdirə bilərsiniz. Neysə, ki, biraz səbəbləri verdik, biraz da kömək edək ki, buradan necə çıxa bilərik, düzdür?
Mənim burada iki məsləhətim olardı. Birinci növbədə bütün növ neqativ düşüncələr, yəni nə düşünürsünüzsə, hər zaman xatırlayın ki, neqativ düşüncələrdə iki cür neqativ düşüncə var. Real neqativ, bir də qeyri-real neqativ. Biz çünki bayaqdan danışırıq ki, əslində neqativ düşüncənin əslində məntiqi nədir? Əslində məni qorumaqdır, düzdür? Yəni baxırıq ki, zehnim də bunu məni qorumaq üçün edir. Yəni hara fırlansaq, günün sonunda qorunmaq üçün edirəm mən onu, şüuraltım və s. Və orada neqativ düşüncələrlə bağlı birinci anlamanız gereken ki, bu real yoxsa qeyri-real neqativ düşüncədir. Nə mən deyəcəm sizə ki, real nədir, qeyri-real nədir, biraz baxaq. Məsələn, tutaq ki, deyirəm, mən tələbəyəm, sabah imtahanım var, düzdür? Hazırlaşmamışam imtahana. Oxumamışam, hazırlaşmamışam və qorxuram ki, bütün gecə neqativ ssenarilər keçir beynimdən ki, 2 alaram, F alaram, kəsiləcəm, kəsilsəm kəsil pulumu necə verəcəm və s. və s. İndi sual verirəm, bu real yoxsa qeyri-real bir situasiyadır? Bu təbii ki, yəni olmalıdır. Zaten narahat olmalısan bu Əlbəttə. vəziyyətdə. Yəni belə olmalıdır. Onda mən özümü günahlandıra bilmərəm ki, ayda mən də bütün günü neqativ ssenarilər fikirləşirəm. Əlbəttə realdır bu. Yəni otur fikirləş ki, kəsiləndən sonra nə edəcəksən? Çox real bir neqativlikdir. Və yaxud da ki, məsələn, tutaq ki, səyahətə gedirəm, mənə deyirlər ki, filan şəhər çox təhlükəlidir, amma və mən oradan fikir verirəm hər zaman ki, hansı məsələn şəhərin hansı nöqtələri var ki, o nöqtələrə getməməliyəm. Çünki getsəm təxmini bilirəm ki, başıma oğurluq ola bilər orada və yaxud da ki, hansısa başqa bir neqativ hallar baş verə bilər. Və mənim bunu düşünməyim çox realdır. Real bir neqativlikdir. Bax, burada o neqativlik əslində məni qoruyur. Məsələn, mən tutaq ki, deyirəm, çox sevdiyim şəhərlər var, Avropa şəhərləri var ki, ora gedirəm, amma elə yerləri var ki, heç vaxt ayağım dəyməyib, dəfələrlə getdiyimə baxmayaraq ora. Çünki qorxuram. Deyirəm ki, ora gedərəm, birdən məsəl üçün məndə orada oğurluq olar. Birdən məsələn, nə bilim, kimsə mənə orada nəsə bir söz deyər. Qorxuram, baxın, neqativ düşüncələr mənə deyir ki, çox pozitiv olsan deyərəm ki, mənə heç nə olmaz, mən qorunuram, gedərəm orada, bilmirəm, ola da bilər, olmaya da bilər, düzdür. Burada neqativ düşüncəm məni qoruyur orada ki, getmə, birdən nəsə olar. Bu çox realdır. Amma qeyri-real nədir? Baxın, və qeyri-reala bizim o istəmədiyimiz enerji gedir. Qeyri-real odur ki, sabah imtahanım var. Mən imtahana da hazırlaşmışam da, baxın. Amma otururam, ssenari qururam ki, birdən kəsilsəm nə olar, birdən 2 alsam nə olar, birdən müəllim sualları dəyişdirər. Bax, budur. Bu hissə, əgər siz bunu yaşayırsınızsa, o zaman bu videonun, belə deyək, ən başından ortasına qədər vurguladığımız səbəblərdir. Səbəblərdən biridir sizə bunu yaşadan. Bax, onun üstündə işləyirsiniz. Və yaxud da ki, bir bəylə tanış olursunuz. Tanış olan kimi düşünürsünüz ki, birdən anası problemli olar, birdən nə bilim, bacısı məni incidər, birdən nə bilim, bu adam xəyanətkar olar. Burada əgər bu adam bu hərəkətlərdən heç bir nümayiş etdirməyibsə, hələ anasını tanımırsınız. Hələ bacısı ilə görüşməmisiniz, düzdür? Hardan çıxdı ki, bunlar ki, birdən elə olar, birdən belə olar? Demək ki, qeyri-realdır, düzdür? Demək ki, artıq burada mənim zehnim orada bir enerji ya məni qoruyur, ya da ki, məsələn, tutaq ki, deyirəm, bayaq dediyimiz nümunədə olduğu kimi, bəlkə mənim neqativ zehni enerjim, məsələn, belə deyim, çoxdur, çox aktivdir deyə fiziki tərəfdən bir balaca azlıq təşkil edir. Ona görə mən fiziki aktivitetimi artırmalıyam. Yəni, artıq mən baxıb orada bu izahın əsasında öz həyatımla burada bir müşahidə aparmalıyam ki, mən burada nə etməliyəm. Və əgər siz görsəniz ki, bəli, sizdəki, belə deyək, neqativlik o qeyri-real neqativlikdir. Sadəcə ssenarilər qurursunuz özünüzdə o enerjini sərf etmək üçün. Baxın, orada mənim sizə məsləhətim o olardı ki, birinci növbədə əlbəttə ki, tapasınız ki, səbəbi nədir, bu saydıqlarımızdan hansı sizə daha uyğundur. İkinci növbədə mütləq şəkildə zehninizlə danışmağı öyrənəsiniz. Yəni, çox bəsit bir formada, heç bir qeyri-adi nəsə olmadan, düzdür, mən bir texnikada verəcəm sonda. Amma ən başlıcası, ən maraqlısı və mən düşünürəm ki, ən effektiv elə budur. Gördüm ki, zehnim uydurur
özündən ki, birdən belə olar, birdən elə olar. Yəni keçib artıq o qorunma mexanizmasına neqativlik saçır, bütün mənə imkan vermir yatım. Dedim ki, bir dəqiqə, ay bacı, ay qardaş, sən bir dəqiqə dayan görüm. Sən bax deyirsən ki, məsələn, bu bəyin birdən anası səni bəyənməz, birdən bacısı sənə, nə bilim, pis davranar. Bunu təsdiqləyəcək bir dəlil var ortada. Görüşmüsən bu insanlarla. Yəni məntiqi bir şəkildə gedirəm sanki zehnimə. Çünki o burada danışır da, düzdür? Danışır, qurur. Ə, mən ona məntiqi şəkildə gedirəm ki, sənin bu dediklərini, qurduğun senariləri dəstəkləyəcək bir faktor var, mənə ver o faktoru. Böyle ehtimal ki yoxdur. Əgər siz onun qeyri-real bir neqativlik olduğunu düşünürsünüzsə, düzdür? Yoxdur. Yoxdursa olan Bəs orada faktor deyə düşünə bilər ki, məsələn, hamıda belə olur. Yəni keçmiş təcrübələrim bunu göstərir. Cəmiyyətdə adətən bu norma kimi qəbul olunur. Yəni burada məncə o qeyri-real düşüncələr içində olan insanda zaten sorun odur ki, o bunun qeyri-real olduğunu çox çətinliklə aydınlaşdıra bilir. Burada o necə çıxsın o düşüncələrin içərisindən ki, bu cəmiyyətin fikridir, yoxsa mənim fikrimdir, yoxsa mənim keçmiş, şüuraltımda qalan pis təcrübələrdən yaranan bir fikirdir? əslində bunun çox da önəmi yoxdur, deyim sizə. Kimin fikri olur olsun, yəni əgər mənim deyilsə, məsələn, otururam fikirləşirəm, düzdür? Mənim olması üçün mənim bir təcrübəm olmalıdır bununla bağlı. Yəni mən bir şey yaşamalıyam bununla bağlı ki, bu mənim fikrim. Məsəl üçün, bundan öncə tutaq ki, 2 dəfə eyni problemi yaşamalıyam ki, artıq bu dəfə qorxum, düzdür? Amma yaşamamışam, məsəl üçün, heç vaxt evlənməmişəm, amma deyirəm ki, evlilik çox pis bir şeydir. Hardan bilirsən, sən evlənmisən heç, evlilik adı gələndə 100 cürə neqativ senari gəlir ağlıma. Demək ki, mənim fikrim deyil bu. Demək ki, mən bunu ya başqa bir evli birindən eşitmişəm, ya bəlkə nə bilim ailəmdə görmüşəm ki, onlar evlidirlər, amma məsələn o yəni yaxşı getməyən bir evlilikdir, oradan götürmüşəm, düzdür? Bu çox bəsitdir. Yəni bunu biz sadəcə müşahidə ilə baxa bilərəm ki, mənim həyatımda baş veribsə, demək ki, tamam, mənim düşüncəmdir, düzdür? Baş verməyibsə, demək ki, bu kənardan, oradan, buradan gələn bir düşüncədir ki, bu da avtomatik olaraq mənim o neqativ düşüncəmi qeyri-real edir. Real o zaman olar ki, okey, mənimdir. Mənim başıma gələn bir təcrübəyə görə mən qorxuram. Amma yenə də orada artıq növbəti addımda verilməsi gərəkən suallar var ki, mən sadəcə keçmiş təcrübəyə əsaslanaraqmı bu dəqiqə dəyərləndirmə aparıram, yoxsa həqiqətən o bayaq dediyim ki, nəsə gördüm bu adamda, ona görəmi aparıram bu dəyərləndirməni? Və çox vaxt bu cavab yəqin keçmiş təcrübədən qaynaqlanır. Çünki bəlkə evlilik, mərhələsinə gəlməyib, amma hansısa bir hissədə ailəsi tərəfindən, daha əvvəlki sevgilisinin ailəsi tərəfindən neqativ qarşılanıb, bəlkə orda yenə də onu tetikləyən nəsə var. Onda keçmiş təcrübələrimizi də əslində sorğulamalıyıq. Belə başa düşdüm ki. Hər zaman bütün günü sorğulamalıyıq. Yəni əslində bu biraz qəribə səslənə bilər, amma şuursuz yaşamdan şuurlu yaşama keçmək üçün baxın, sorğulama çox önəmlidir. Özümü sorğulama. Bunu etdim, nəyə görə etdim görəsən? Bu biraz belə paranoyak səslənə bilər ki, mən bütün günümdə özümü sorğuluyorum. Yox, məsələ ondan deyil. Sadəcə olaraq bizlər bir sistemin içərisində öyrəşirik müəyyən, düzdür, hərəkətlərimiz avtomatikləşir, reaksiyalarımız avtomatikləşir. Hamısı şuursuz şəkildə olur, düzdür? Və mən artıq şuuru, o fərqində yaşama keçəndə yavaş-yavaş başlayıram fərqinə varmağın ki, burada filan cürə davrandım, yəni filan cürə düşündüm, amma niyə elə düşündüm, heç bilmədim. Yəni nəyin əsasında məsələn? Bax, bir o sualı verib oturub fikirləşəndə deyirəm ki, aha, filan şeyə görə, tamam, aydındırmı? Artıq səbəbləri gördünmü? Ondan sonra artıq növbəti mərhələdə o səbəblərin üstündə işləməyə başlayıram. Yəni mərhələ, mən bilirəm ki, bunlar birdən-birə olmur təbii ki, amma bu bir mərhələdir və kimlər ki, belə deyək ki, o avto yaşamdan çıxmaq istəyir, şuurlu, fərqində bir şəkildə o həyatının iplərini əlinə almaq istəyir, onların keçməsi gərəkən mərhələlərdir hər biri. Onda belə qısaca bu hissəni ümumiləşdirə bilərik ki, əgər qeyri-real düşüncələrimiz keçmiş təcrübələrimizə belə əsaslanırsa, o keçmiş təcrübədə niyə onu yaşadığımızı sorğulayıb tapmalıyıq. Yəni bəlkə orada bizim də hansısa bir davranışımız buna səbəb olub və yaxud da bəlkə orada fərqli şərtlər və şərait olub ki, onun yəni maksimum o düşüncəni reallığa gətirə bilək özümüzlə.
Yəni qeyri-real və qeyri-real neqativlik, qeyri-real neqativlik. Yəni bunu sadəcə mən baxmalıyam ki, bu hardan gəlir və heç o keçmişə getmədən belə sadəcə hardan gəldiyini bilsəm və dediyim kimi şüuraltı ilə o danışmağa başlasam ki, bax sən bunu mənə belə deyirsən, amma mənim gözümün önündə hal-hazırda belə deyək, məntiqli bir izah yoxdur. Düzdür? Yəni mən məsələn imtahana hazırlaşmışam. Ola bilər ki, 5 almayım, amma 4 almağım məncə qarantidir. Sən niyə məni narahat edirsən burada? Yəni məsələn deyirəm və yaxud da ki, bayaqki o münasibətlərlə bağlı verdiyimiz nümunədə. Yəni sadəcə heç çox dərinə belə getmədən, hətta ilkin etapda bunun o fərqindəliyini yaşayaraq belə siz yəni görəcəksiniz ki, yavaş-yavaş orada təbii ki, əgər 30 il bir formada yaşamışıqsa, birdən-birə bir gecəyə bu dəyişən deyil. Amma zamanla azalıb öz yerinə mütləq şəkildə oturur deyərdim. Əla, bu hissə də aydın oldu. Hı -hı. Və istəyirəm ki, növbəti bir dənə də son onu deyim ki, dediyimiz kimi bu bir qeyri-real və real neqativliyi ayırmaq bu bir praktikadır və müşahidə ilə ancaq mümkün ola bilər. Və mən bir də istəyirəm ki, bir texnikada verim bizim izləyicilərimizə, kimlər ki, belə deyim, bu məsələ ilə bağlı narahatlıq yaşayırlar, bir texnikada tətbiq edə bilərik. Sadəcə texnikanı yazılı formada mən hazırlamışam, çünki belə deyərək bunu detalları ilə tətbiq etmək bəlkə çətin ola bilər və texnikanı kimlər ki, əgər yazılı formada yəni əldə etmək istəyirsə, mən düşünürəm ki, şərhlərə yaza bilərlər ki, onların əgər ehtiyacı varsa bu texnikaya, bu məsələ onları narahat edirsə, biz texnikanı da onlara yazılı şəkildə göndərərək ki, onları istədikləri zaman bu texnikanı da tətbiq edərək işlərini biraz daha asanlaşdırsınlar. Amma unutmayın ki, texnikalar hər zaman, mən həmişə deyirəm ki, texnika desertdir. Yəni əsas məsələ o fərqindəlik və müşahidədir. Anlayıram nə baş verir. Onun üstünə əlbəttə ki, texnikalarla da biz bunu daha da möhkəmləndirə bilərik. Aydındır. Texnika yəqin ki, səs yazma formasındadır və sizin yönləndirmənizlə davam edən bir düşüncə prosesi kimi başa düşürəm. Səs yazma formasında da ola bilər və yazılı formada da ola bilər. Yəni bunu artıq kimlər ki, bizdən əldə etmək istəyər, onlar şərhlərdə bildirərlər. Biz də onlara göndərərik ki, istədikləri zaman bu texnikanı da tətbiq edib rahat bir formada belə deyim. Amma təbii ki, dediyim kimi əsas şərt fərqindəlik olmadan olmaz texnika. Fərqindəliyi qazanıb daha sonra da texnikanı edə bilərlər. Çox gözəl. Artıq bir saata yaxındır ki, siz bizə neqativdən pozitivə necə keçmək olar bu haqda danışırsınız və günün sonunda sanki hər şeyi belə hissə-hissə izah eləmiş olduq. Amma belə bir təəssürat da məndə yarandı ki, sanki həqiqətən bütün günü düşünməliyik. Ümumiyyətlə bunu belə əlavə bir sual olaraq götürsək, bu fərqində olmaq üçün nə qədər avtopilotda yaşama icazəmiz var, nə qədər fərqində yaşamaq məcburiyyətindəyik? Yəni o düşüncələr, çünki bu da yəqin ki, biraz çox zehni enerji tələb edir ki, bütün günü baş verənləri hər birini bu formada necə deyim, analiz eləmək, müşahidə aparmaq. Yəni siz o şəxsi təcrübənizdən ya yeni bu fərqindəlik yoluna başlayanlar üçün necə bir yol tövsiyə edərsiniz? Bütün günü özünüzü analiz edə bilmək mümkün deyil. Bu artıq bir balaca, yəni də o paranoyaklığa gedib çıxır ki, mən bütün gün ancaq özüm barədə düşünürəm, detallar və s. Burada məsələ ondan ibarətdir ki, sadəcə dediyim kimi ilk başlarda biraz çətin ola bilər. Sadəcə belə deyim, mən məsələn bir izah verdim, düzdür? Siz dinlədiniz bu izahı, dediniz ki, tamam, okey. Növbəti dəfə artıq bu izahla bağlı, burada danışdıq, düzdür? Siz bunu qoydunuz zehninizin bir tərəfinə. Bir məsələ yaşananda həmin o anda məsələn baxırsınız ki, aha, bax burada bu dəqiqə mən özümdən məsələn qeyri-real neqativ düşüncələr çıxır beynimdən, düzdür? Aha, mən bir video baxmışdım. O videoda deyilmişdi ki, qeyri-real düşüncələr varsa, məsələn bunun səbəbləri var, düzdür? Filan səbəbləri var idi. Bunlardan biri də məsələn mənim həyatıma tutaq ki, ona görə çoxlu qeyri-real belə deyim neqativliyim var ki, məsələn mənim zehni və fiziki enerjim balanslı deyil. Məncə mən çox sərf edirəm. Zehni enerji, fiziki aktivitələrim çox az. Tamam. Bax bu dəqiqə özümü tutdum, axı düzdür. Yəni bəlkə də bu videoya baxdım, üstündən 10 gün keçdi, 1 ay keçdi, daha sonra oldu bu hadisə. Yəni şərt deyil ki, bunu mən bütün günü düşünürəm, yox. Amma o avtopilotdan baxın, fərqindəliklə çıxıram hər zaman. Gəlir, bir məlumatı aldım. Məlumatı alandan sonra bəlkə bir həftəyə, bəlkə 10 günə, bəlkə bir aya
hansısa bir hadisə yaşanır və mən o hadisədə nə oluram? Müşahidəçi. Özümü müşahidə edirəm ki, bax mən burada məsələn avtopilotda reaksiya verirəm. Avtopilotda mən neqativ düşünürəm, düzdür? Və orada anında mən özümü tuturam, deyirəm ki, tamam, bax indi burada mən bunu dəyişdirmə fürsətinə sahibəm və yavaş-yavaş oradan başlayıram öz üstünləşdirmə. Yəni siz bütün günü öz barənizdə düşünə bilməzsiniz. Bu heç mümkün də deyil. Yəni hər birimizin işi var, gücü var. Mən də bütün günü yəni oturub düşünmürəm bu barədə, amma fərqində yaşamaq odur ki, bir şey, bir fürsət, bir məlumat çatır mənə, tamam, onu qəbul edirəm, qoyuram bir tərəfə və lazım olan anda o məlumatı istifadəyə qoyub, onu belə deyim, anında istifadəyə qoyub, ya da anında olmasa belə. Məsələn, neqativ düşündüm, sonra yadıma düşdü ki, belə bir məlumat var idi axı. Bir dəfə, iki dəfə, üç dəfə zehin sxemlərlə və zehin vərdişlə hərəkət edir, düzdür? İndiyə qədər vərdişim neqativ düşünmək idisə, birdən-birə mən bunu pozitivə onsuz da dəyişdirə bilmərəm. Amma yavaş-yavaş mən bunu çevirə bilərəm. Bu təbii ki, zaman alır, amma bu sizdən əlbəttə ki, tələb etmir ki, bütün günü bu haqda düşünəsiniz. Yavaş-yavaş otura-otura gedir və elə bir artıq formaya gəlirsiniz bir müddət sonra ki, o belə deyək, artıq o fərqindəliklər avtomatik şəklə alır. Siz artıq avtomatik şəkildə zehninizdə o işıqlar yanmağa başlayır. Yəni əslində həyatın gedişatında qabağımıza çıxan hadisələrdə biz bunu yavaş-yavaş, tətbiq eləməli başlamalıyıq da. Siz dediyiniz kimi, yəni bunu Fərqindəlik yəni filosofluq deyil. eynən, əks halda tam bu fəlsəfə üzrə doktor olmaq istəyən bəlkə bu qədər çox düşünə bilər, amma normal, real həyatımıza bu qədər uyğun deyil ki, məsələn, indi bu videonu izlədim, sırf gedim, oturum yenə çox düşünməyə başlayım. Amma yəqin ki, bu artıq, izləyicilərin də, mənim də ağlımda yazılır bütün bu deyilənlər və nə vaxt ki, həyat bizi müəyyən bir mənada sınayacaq bu mövzularla bağlı, onda artıq bu analizi artıq orda etməyin zamanı gələr. Yəni yenə də özümüzlə çox işimiz olduğunu bizə xatırlatdınız. Çox sağ olun bütün izahlar üçün. İzləyicilərin də əgər növbəti, videolar barəsində mövzu istəkləri varsa, bunu rəylərdə yaza bilərlər və aydınlanmalarla dolu yeni videolarda görüşərik. Görüşərək, təşəkkür edirəm bizi izlədiyiniz üçün.